Hamıya salam, kanalıma xoş gəlmisiniz. İndi istəyirəm cücələrimi buraxım. Böyle çıxardıb bura qoyuram və özləri buradan çıxacaq. İndi bunların yeməyini, suyunu verim. Suları hələ ki var, tam qutarmayıb, amma yenə dəyişmək istəyirəm, dəyişəcəm və təmiz su verəcəm. Yem verdim, burada yeyirlər və indi sularını da qoyum. Gün-gündən azalır da cücələrimiz. Hər gün biri ölür, bilmirəm niyə. Gedirəm indi toyuqları açmağa və baxacağım yumurta var orada yoxsa yox, yumurta yüklər yoxsa yox. İndi açıram. Qorxurlar. Biri qalıb orada. İndi baxaq görək yumurta varmı? Burada hələ qalıb. Burada yoxdur. Burada da yoxdur. Burada da yoxdur. Heç bir dənə yumurta yoxdur. Bunlar niyə yumurtlamır görəsən? Yəni oradan qalıb ki, o birisi yenə də baxım. Oy. Yenə də bura baxaq. Yox, burada da yoxdur. Boşdur. İndi istəyirəm mikrovolnovkamı təmizləyim. Üstü bu gündədir. İçi də elə tozdur. Çöldə saxlayırıq deyə üstü tez tozlanır. Ona görə də indi istəyirəm sizinlə bir yerdə bunu təmizləyək. Burada isə başlayıram qızımın saçını yığmağa. Qızımın saçları çox coddur. Ona görə də biraz çətin daranır. Amma yavaş-yavaş darayıb saçlarını səliqəyə salıram.
Не трогай. Закрой там все. Burada isə uşaqların ayaqqabılarını yumağa başlayıram. Uşaqlar hara gedirsə ayaqqabıları da oradan öz payını götürüb gəlir. Ona görə də tez-tez yumaq məcburiyyətində qalıram. Sağ olun ki, bu videonu axıra qədər izlədiniz. Sizdən xahişim olacaq. Kanalıma abunə olmağı və videonu bəyənməyi unutmayın.